Bizdə belə bir sual verilib. Sualda deyilir ki, verilən tənlikdən 4x-in qiymətini tapın. Nə eləyə bilərəm? 6-da 1 üstü x-i mən 1 üstü x böl 6 üstü x bərabərdir. 3-dəki üstü x plus 1-i isə 2 üstü x plus 1 böl 3 üstü x plus 1 şəklində yaza bilərəm. Və bunları mən çarpaz şəkildə vura bilərəm. Vuranda nə alıram? Alıram ki, 6 üstü x vur 2 üstü x plus 1 bərabərdir 3 üstü x plus 1-ə. Buradan 2 üstü x plus 1-i isə mən 6 üstü x-i saxlayıb 2 üstü x vur 2 şəklində əsaslar eyni olduğundan qüvvət üstləri toplanır və bu şəkildə yaza bilərəm. Bərabərdir. Bunu isə 3 üstü x vur 3 şəklində yazaram. Buradan gətirib 6 üstü x vur 2 üstü x-in yerinə 12 üstü x vur 2 bərabərdir 3 üstü x vur 3 yazaram. 12 üstü x-i 6 üstü x vur 2 üstü x şəklində yazıramsa, eyni zamanda bilirəm ki, bunu 3 üstü x vur 4 üstü x şəklində də yaza bilərəm. Vur 2 bərabərdir 3 üstü x vur 3. 3 üstü x-ləri islah eləyərəm. Nə alıram? 4 üstü x bərabərdir 3 böl 2 alıram. 3-ü də 2-yə bölsəm verər 1/5. Bizdən də elə 4 üstü x tələb olduğundan cavabımız olar 1/5.